Hello, ladies and gentlemen, again. Welcome to our course. Please just mute all your microphones until I let you open it. If you have any question to ask, of course, you can raise your hands and I'll give you to talk, okay? Because right now I feel myself a little bit tired. Sorry for that. And just let's try not to make a mess from our lesson. Okay, let's go, ladies and gentlemen. Gəlin davam etdik dostlar, xanımlar və cənablar. Getdik. Learning vocabulary bura kimi gəldik. Deməli, axırıncı səhər biz sizdən harada idik? Biz sizdən family and friends. Actually, in our last lesson, we talked about family and friends. We learned some new vocabularies which we could use in our everyday life. And I strongly suggest you to use these vocabularies when you speak in order to make them as refined as possible. Mən sizə məsləhət görürəm ki, həqiqətən də bu lüğətləri siz gündəlik həyatınızda bacardığınız qədər istifadə edəsiniz ki, siz lüğətinizi mümkün qədər cilalanmış edəsiniz. Baxın, 14-cü unitdən davam edirik əziz dostlar. Bu unitimizin adı nədir? Growing up. Ages and stages in the United Kingdom. Growing up nə deməkdir əziz dostlar? Growing up böyümək deməkdir əziz dostlar. Yəni böyümək boya başa çatmaq mənasını verir. Tamam, yaxşı müəllim, bildik. Bu böyümək deməkdir, boya başa çatmaq deməkdir. Bir saniyə müəllim, bir dənə bunu bura atsın, bunu bura gətirim mən bircə saniyə. Əziz dostlar, elə eləyək ki, heç kimin xətrinə dəyməyək. Aha, nəsə kimsə əl falan qaldıranda da buradan görə bilir. Aha. Deməli, əziz dostlar, böyümək boya başa çatmaq. Ages and stages in the United Kingdom. Age nə deməkdir? Age, yaş deməkdir əlbəttə ki. Stage nə deməkdir? Stage isə dövr mənasını verir. Deməli, age, yaş, stage isə dövr mənasını verir. Age-in müxtəlif mənaları da mövcuddur. Age-i nə kimi də istifadə edə bilərik? Əsr kimi də istifadə edə bilərik, əziz dostlar. Məsəl üçün necə? Məsəl üçün, mən deyə bilərəm ki, Ice Age. Multfilmi də var, baxmışsınız. Ice Age, deməli, buz devri. Dövr mənasını verir, əziz dostlar. Buna diqqət edin. Stage nə demək? Stage'in də müxtəlif mənaları vardır, əziz dostlar. Stage dövr mənasını versə də, yəni mərhələ mənasını versə də, stage'in başqa bir mənası da həmçinin şey deməkdir, səhnə deməkdir. Okay, çox maraqlıdır. Əlbəttə ki, bunlar mən necə biləcəm? Belə homonimlikləri varsa necə biləcəm? Siz ingilis dilində o qədər vaxt keçirməlisiniz ki, əziz dostlar. Siz bunları mənimsəyə biləsiniz görəndə. Aydındır. Yəni, ingilis dilində belə deyim də, haşır neşir olmalısınız ingilis dilində. Yəni, mən ingilis dilində müəllim götürdüm, elə lüğəti əzbərlədim, ondan sonra ingilis dilində bir-iki şey oxudum, qoydum kənara. Xeyr, elə deyildir, əziz dostlar. Belə siz ingilis dilini öyrənməyəcəksiniz. Siz telefonunuzu ingilis dilində etməlisiniz. YouTube kanallarını ingilis dilində seçməlisiniz. Daha sonra ətrafınızı da hər şeyi ingilis dilinə çevirməlisiniz ki, beyniniz artıq ingilis dilini təbii olaraq qəbul etməyə başlasın. Let's see what kind of ages and stages we can see in everyday life. Gəlin görəyin hansı növ age'lər və stage'lər biz gündəlik həyatımızda görə bilərik. Deməli, zero, birth, doğum, dünyaya gəlmək. Əziz dostlar, happy birthday deyildir o. Happy, bu birth sözüdür. Birth, the, və yaxud da the, birth. Fikir verirsiniz, tək bir su vardır orada. Bizdə birthday də deyirlər, nə bilim, birthday də deyirlər. Yəni, diqqətli olun, bu tələffüzlərə də fikir verin ki, indidən diliniz yaxşı alınsın. The moment a baby is born, uşağın dünyaya gəldiyi, doğum. Up to 12 months, 12 yaşa qədər, 12 aya qədər əstəğfurullah. Up to ifadəsi falan qədər, nəyəsə qədər mənasını verir. Up to 12 months, 12 yaşa qədər. 12 yaşa qədər, 12 aya qədər, əziz dostlar. Buna
Baby deyirik həmin uşağa. Bir deməli yaşa çatmamış uşağa nə deyirik biz? Baby deyirik əziz dostlar. Baby. Pretty little baby. Deməli, 12 to 3 years old. Yadda saxlayın. Bax, burada qəşəng ifadə up to ifadəsidir. Burada da tireləri yadda saxlayın, to ilə deyirsiniz ingiliscəsində. 12 months to 3 years old. 12 aylığından 3 yaşına qədər. Buna toddler deyilir. Toddler. Britan English'də buna toddler, American'da toddler deyiləcəkdir. Amerikan ingilisli danışanların postlarına daş ataq biraz. Deməli, toddler. Okay, əziz dostlar. 3, bu nə deməkdir? Bu toddler Azərbaycan dilində körpə deyə bilərik biz buna, əziz dostlar. Körpə deyə bilərik. Yəni, uşaq artıq 1 yaşını keçmişdir, amma 3 yaşına qədərdir. Buna toddler deyilir. 3 to 12 years, 3 yaşından 12 yaşına kimi olan uşaqlar child, bu dövrdə child bu da adlanır. Okay. If you remember your childhood, it was great. Əgər uşaqlığınızı xatırlarsınızsa, möhtəşəm idi. Bəlkə də aramızda bəzi dostlarımız artıq 13 yaşına qədəm qoyduqlarının indi bu dəqiqə fərqinə varıb artıq onların rəsmi olaraq uşaq statuslarının əllərindən alındığını indi bu dəqiqə dərsimizdə öyrətdilər. Deməli, 12 yaşdan sonra nədir? Onun haqqında danışacağıq. Deməli, 13 to 18 approximately. 13-dən 18 əziz dostlar təxminən bu yaş dövrünə biz bu yaş dövründə olan insanlara teenager deyirik və bəzən teen də deyilir eləcə sadəcə. Və bu yaş dövrünə isə biz teens deyirik. Məsələn, in my teens, in my teenagehood da deyilir bəzən. Amma çox istifadə olunmur. In my teens, in his teens kimi istifadə olunur. Ay müəllim, teen sözü hardan gəlmişdir? Bu nə qəribə bir ifadədir, teen. Yadınızda saxlayın əziz dostlar. Biz 12 rəqəmindən sonra, belə deyək də 12 rəqəmindən sonra 13 demək üçün ingiliscə nə deməliyik? 13 deməliyik elə. 14 demək üçün nə deməliyik? 14 deməliyik. Nə vaxt kimi bu davam eləyir? 20-yə kimi davam eləyir. Elə deyil mi əziz dostlar? Teen dövrü, yəni adımızın sonundakı teen olan dövr deyilir əziz dostlar. O rəqəmdəki sonda teen var. Bax, ona görə buna teenagehood deyilir. Adult. Adult əziz dostlar yetişkin deməkdir. Sizin artıq seçki hüququnuz vardır. Sizin artıq yetişkinlərlə bütün hüquqlarınız vardır. Hüquq və vəzifələriniz vardır əlbəttə ki. Buna nə deyilir? Adult deyilir əziz dostlar. Adult və daha gənc olanlara burada verilməyibdir. Məsələn 18, 19, 20 yaşındakı gənclərə young adult deyilir adətən. Yəni gənc yetişkinlər. Yəni yetişkinliyə hələ təzə qədəm qoymuş gənc yetişkinlər deyilir. 40 plus approximately. Approximately sözünün mənası əziz dostlar təxminən deməkdir. Okay. 40 plus, yəni 40 yaşından yuxarı təxminən olanda middle aged deyiləcəkdir. Orta yaşlı deyiləcəkdir əziz dostlar. Deyir, mən uşaq yaşımda elə bilirdim ki 40 qocalıqdır. Həqiqətən biz də elə bilirdik. Hal-hazırda 40 yaşa yaxınlaşıram. Dəhşətə gəlirəm ilahi. People are middle aged. Yəni insanlar orta yaşlıdır. Deməli, buradan da yoldaşım deyir ki 40 qocalıqdır. Deyir, qocasan. Deməli, middle aged, orta yaşlı deməkdir. Okay. Sonra 60 o 65 60 və yaxud da 65. Bu insanlara retired deyilir. Həmin insanlara retired. Okay, for example, we can say that my grandfather is retired. My grandfather retired. They are retired. Okay, my grandmother and grandfather are retired. Onlar pensiya çıxıblar mənasındadır. Retirement də bu dövrə deyilir. Yəni ki, pensiya dövrünə deyilir. Retirement. Yəni pensiya dövrüdür əziz dostlar. Azərbaycanda pensiya dövrü 80 plusdan başlayacaq. Böyük ehtimal biz qocalanda artıq. Deməli, o 80 plus 80 üstü. Burada belə deyim, bir ayağın o tərəfdə, bir ayağın bu tərəfdə.
Kimin sevdiği yaşlılar varsa üzürlü hesab etsin. Deməli biz de bu yaşa çatacağıq. 80 plus əziz dostlar yavaş yavaş hazırlaşırıq. Qurban olduğumun qabağında cavab verməyə. Buna nə deyilir? Elderly deyilir əziz dostlar. Bu insanlara elderly deyilir. Yəni elderly nə deməkdir? Çox yaşlı. Ahıl deyirlər bizdə bəzən. Düzdür, ahıl bizdə biraz ağlı barəsində də problem yaşayan artıq qocalarımıza deyilir. Amma elderly, yəni çox yaşlı mənasında istifadə olunur. Dəhşətli dərəcədə yaşlı. Okay, these were ages and stages in British, but we continue. Of course, we have a lot of things to point out here. Let's go. Approximate ages. Approximate və yaxud da approximately. Approximate sözü əziz dostlar təxmini deməkdir. Approximately təxminən mənasını verir. For example, I can say that I'm approximately 30-40. Mən təxminən 30-40 yaşlarındayım. Yəni nə də öz yaşımı bilmirsən, yox hələ pasporta baxmamışam. Bu approximatelydir. Amma approximate sifətdir. Diqqət edin. Məsələn, approximate age, təxmini yaş. Fikir verirsiniz. Təxminən başqa şeydir, təxmini başqa şeydir. Bunlar arasındakı fərqə diqqət edin. Nədir? I am in my early 20s. Baxın, 21 və 23 yaşlarınız təxminən olarkən, siz burada necə deyirsiniz? Mən təxminən erkən 20'li yaşlarımdayım. For example, I can say that, my dear friends, I am my parents, I will say it about myself. I am in my 30s. Mən 30'lu yaşlarının ortalarındayım. Yəni bu nə deməkdir? Yəni 34, 35, 36 belə bir şeydir məndə. I am in my 30s. Mən 30'lu yaşlarının ortalarındayım. Bu mənə aiddir. Burada nədir? My parents are in the mid 50s. Mənim valideynlərim özlərinin 20'li yaşlar, 50'li yaşlarının ortalarındadırlar. Mid, yəni hardasa 54-56 arasıdır. My grandmother is in her late 70s. Mənim nənəm 70'li yaşlarının sonlarındadır. Okay, 70'lilərin sonlarında. Late 70s, late məsəl üçün 40s də ola bilər. Yəni əgər 49 falan yaşınız varsa, I'm in my late 40s. Mən 40'lı yaşlarının sonlarındayım da deyə bilərsiniz əziz dostlar. Gördüyünüz kimi. Müəllim, mən niyə dəqiq yaşımı demirəm? Bu siz harada istifadə ola bilər? Tutaq ki, bir insanın nəysə götürdüyünü görmüşdünüz. Polisə həmin insanı, cinayətkarı təsvir etmək istəyirsiniz. Deyə bilərsiniz ki, okay, I don't know the exact age of that person, but I can say that he was in his mid 50s. Deyə bilərsən ki, mən onun dəqiq yaşını bilmirəm, amma mən deyə bilərəm ki, o hardasa 50'li yaşların ortalarında idi. Bir şey dəqiq bilməyib, təxmini deyə də istifadə oluna bilər əziz dostlar. Yəni bu gördüyünüz kimi gündəlik həyatda da kifayət qədər yaxşı istifadə olunan ifadələrdəndir. My grandfather is nearly almost 80. Diqqət edin əziz dostlar. Mənim deyir ki, nənəm, babam əstəğfurullah, nə idi? Fikir verməyin, zat mənim yıxıldı bu gün. Mənim babam demək olar ki, 80'li yaşlarındadır. Almost, yəni 79. Babam 80'li yaşlara qədəmlərini qoyur. Deməli, almost 80. That's great, that's great. My English teacher is approximately, roughly 30. Fikir verin. Mənim deyir, ingilis dili müəllimim təxmini 30'lu yaşlarındadır. Gəlin baxaq. Nearly, almost gördüyünüz kimi demək olar ki mənasını verir. Approximately, roughly ifadələri də yenə burada demək olar ki mənasını verəcəkdir. Təxminən mənası. Bunlar demək olar ki, bunlar təxminən mənasını verir. Və bir də rəqəmlərin önündə about-un istifadəsinə diqqət edin. Əgər rəqəmin önündə about görürsünüzsə, o deməkdir ki, bu rəqəm də bizdə təxminəni bildirir. Məsələn, he is about 30. Nə deməkdir? O təxminən 30'lu yaşlarındadır. Fikir verirsiniz, about haqqında normalda mənasını verir, amma rəqəmlərin önündə təxminən deməkdir əziz dostlar.
Common mistakes. Ən çox edilən səhvlər. Xatırlayırıq biz bu ən çox edilən səhvlər bölməsində nə deyilmiş olar? Nə deyibdi? We can say he's 30. Biz deyə bilərik ki, onun 30 yaşı var. O, he's 30 years old. Və yaxud da onun yenə 30 yaşı var. Fikir verin. Mən ya he's 30 deməliyəm, ya da he's 30 years old deməliyəm. Mən sadəcə he's 30 years deyib dayana bilmirəm. Okay, əziz dostlar. He's 30 deyib 30 years deyib dayana bilmirəm. Ya years old deməliyəm, ya da ki heç də deməməliyəm. Buna diqqət edin əziz dostlar. Sonra nə deyir? Sonra deyir ki, he has 30 ifadəsi də səhvdir. O 30-dur ifadəsi də səhvdir. Və yaxud da sadəcə years'ı qoymaq da səhvdir. Bir də çox maraqlı ifadə var. Hamı diqqətlə bura baxsın. Bir dənə bura baxsın. 30 yaş, bu adam 30 yaşındadır başqa şeydir. 30 yaşlı bir insan gördüm. Sifət kimi istifadə etmək başqa şeydir. 30 yaşlı insan necə deyiləcəkdir ingilis dilində? 30 yaşlı insan ingilis dilində deyilmək üçün əziz dostlar, nə edirik? 30 year old man. Fikir verin, 30 years old man demir ya, özdə treynən. Bu sifətdir əziz dostlar. Tutaq ki, 5 year old child. 5 yaşlı uşaq. 5 yaşlı nədir? Bunun sifətidir. Amma uşağın 5 yaşı var necədir? The child is 5 years old. Uşağın 5 yaşı var. Fikir verin, 5 yaşlı əgər qurmaq istəyirsinizsə, o zaman siz buradakı yəni defisli ifadədən istifadə edəcəksiniz gördüyünüz kimi. 30 year old özdə cəmləmirsiniz. Çox gözəl ifadədir. Okay, for example, you can say to somebody that, okay, you are 20-year-old man. Please behave yourself. Don't be a child. Hey, sən nə edirsən? Sən 20 yaşlı insansan. Düzgün davran, uşaq kimi davranma deyə bilərsən. Adətən bunu mənə deyirlər. Nəysə, davam edirik. Görəyim burada başqa nələr vardır əziz dostlar. Past and present. Keçmiş və gələcək. Əziz dostlar, Britan və Amerikan İngilis dili fərqini burada da vurğulayıram. Britanda past olaraq gedir. Ağız dolusu aya fikir verin. Past. Amma Amerikanda gedəcəkdir. Amerikanla isə yəni daha şey olacaq. Bu arada Dünya Kubokunu bilmirəm. Baxanlarınız olacaq yoxsa. Biabırçılıqdır bu. Amerikaya salmaqları. Nəysə bu barədə söhbət eləmirəm. My grandmother's name was Mary. Mənim nənəmin adı Mary'dir. She's dead now. O indi dünyasını dəyişibdir. Azərbaycan nə bəzən tərcümə edilir. İndi ölüdür. Hə, ölü deyirik, dünyasını dəyişib. Deməli, she died about 10 years ago when I was in my teens. O təxminən 10 il bundan öncə mən yeniyetməlik yaşlarımda olanda dünyasını dəyişdi. Fikir verirsiniz uşaqlar, about 10 years ago, about istifadə olunur və daha sonra nə istifadə edirik? Rəqəm istifadə edirik. About haqqında mənasını verir, amma rəqəmin önündə about nə bildirir? Təxminən bildirir əziz dostlar, tamaşaçılar və verilişimizin sadiq qonaqları. But I remember her well. Amma mən onu çox yaxşı xatırlayıram. She was brought up on a farm in Wales. O deməli Wales'da fermada dünyaya gəlmişdi. Uşaqlar bəzən bəzi tələbələr deyir, "Ay müəllim, o nədir fermada dünyaya gəlib?" Bunlar ferma bilsiz nəyə deyirlər? Yəni o çiftlik evi deyirlər, belə ev olur, orada qoyun, quzu saxlayırlar. Yəni bizdə ferma deyirlər. Tövləri düşünürəm. Xumar buyur, necə? Mən deyildim müəllim. Hə, sən deyildin. Tamam, mikrofon elə bil açıldı. Hə, Sevinç sən idin. Buyur. Bəli, müəllim, bağ evi. Hə, bağ evi, ya tam da bağ evi deyil. Yəni orada sırf belə deyim də sizə uşaqlar şey saxlayırlar, malqara saxlayırlar. Yəni təsərrüfatdır. Amma bizdə ferma deyəndə tövlə yada düşür. Yəni bu o deyil, okay? Deməli, and her parents were very strict və onun valideynləri çox qatı idi. Strict sözünün mənasına diqqət edin. Strict sözü əziz dostlar qatı deməkdir. Okay. Yəni çox qatı. Məsəl üçün belə deyək də qatı nəyə deyilir? Müəllim, nədir? Bu mürəbbənin qatılığına. Yox, o barədə qatı yox. Tutaq ki, valideyn uşağın üzərində durur, ciddidir. Bunu et, bunu etmə. Bu valideynlərə strict parents deyilir. Okay? Qatı valideynlər deyilir. Yəni bu nə deməkdir? Yəni
bu valideyn həqiqətən də şagirdin üzərində çox ciddi şəkildə durur. As a teenager, they didn't allow her to listen to the radio or go to parties in the village. Deyir, yeniyetmə olarkən, yeniyetmə kimi belə deyək, onlar icazə vermirdilər ona radioyu dinləməyə və kənddəki partilərə getmək. Allah sən zağla, bizdəki kəndlər hara? Bunlardakı kəndlərlə. Bunların kəndində də parti olur da kişi. Təsəvvürünüzə gətirin. Deməli, allow ifadəsinə fikir verin. İcazə vermək deməkdir. In the end, she decided to leave home and get a job in Cardiff. Nəhayət sonda o qərara gəldi ki, evi tərk etsin və Cardiffdə bir belə deyək, işə girsin. Buna baxın, in the end ifadəsi nəhayət sonunda deməkdir. Allow, bilmirəm, bu Avropalılar, əziz dostlar, siz bu mətnin özəyinə fikir verməyin. Bu gic qərbin bəzi təbliğatları var, onları göstərməyə çalışırlar, kapitalist təbliğatları. Siz əsas sözlərə fikir verin, okey, yadda saxlayın. Bir dənə şeyi unutmayın, bu hər kəsə aiddir. Bir dili öyrənmək sizi məcbur etmir ki, o dildə danışan insanların dırnaqarası mədəniyyətlərini götürəsiniz. Sən klassik, türkçü bir Azərbaycanlı da ola bilərsən, amma ingilis dilində də çox səlis danışıb, həqiqətən də möhtəşəm, belə deyim sizə, ingilis dilinə də malik ola bilərsən. Bir dili öyrənmək səni sırf Amerikaya, Texas tağına bənzəməyə məcbur etmir. Sən öz milli kimliyini də qoruya bilərsən o dili öyrənərkən. Məsəl üçün, mən özüm bir necə deyim, öz vətənpərvər, bayrağımı, millətimi, ənənələrimi çox sevən bir Azərbaycanlıyam, əziz dostlar. Yəni, ingilis dilində də gördüyünüz qədər pis yaxşı danışırıq. Amma bu o demək deyil ki, və bütün hər şeyimdə ingilis dilində bu o demək deyil ki, mən öz milli kimliyimdən və yaxud da mədəni dünya görüşümdən taviz verməliyəm ki, nə, mən indi ingilis dili öyrənim. No, right now I learn this language and that's why I must act like British people or American people. Yəni, onlar kimi davranmaq məcburiyyətində deyilsiniz və yaxud da onların dırnaqarası mədəniyyətini götürmə məcburiyyətində deyilsiniz. Onlarda mədəniyyət varsa əgər. At first, it wasn't easy. Amma yaxşı şeylərini götürməlisiniz. Yaxşı şeylərini götürməlisiniz. Yəni, necə texnologiyanı götürməlisiniz. Ondan sonra onların elmini götürməlisiniz. Yəni, yaxşı şeyləri götürün, amma hər şeyi götürmə məcburiyyətində deyilsiniz. At first, buyurun. Teacher eatings. Nə? Teacher, give yours eatings or drinkings. Okay. Okay, İcid, belə deyim. Bu conversation, belə deyim. Görürüm çox maraqlısan conversationdan, İcid. Elvin idi səhv eləmirəmsə. Hər birinizə aid uşaqlarla conversation söhbət düşdü. Buradan davam eləyəcəyəm. İndi bir dəqiqə davam eləyirəm izah etməyə bunlara. Bir dəqiqə hal-hazırda mən də conversation klublar yaradıram. Yəni kim conversation ingilis dilində danışmaq istəyirsən tutaq ki, mən istəyirəm ki, mənim elə bir yer olsun ki, mən orada hər gün ingilis dilində danışım, ingilis dilimi inkişaf elətdirim. Biraz bilirəm pis yaxşı, tulumu sudan pick up eləyə bilirəm, amma istəyirəm ki, biraz daha dilimi inkişaf etdirim. Bunun üçün conversation klublar yaratmışıq əziz dostlar. Həftədə 4 dəfə conversation dərsləri olacaqdır. Bunun üzərinə də qrammatika hətta dərsləri də sizə göndəriləcək. Hətta sizə göstərdiyim Streamlearn-dən lüğət öyrənmələri də göndəriləcək. Bunların hamısı aylıq paket olaraq 20 ACN təklif olunur. İnanın ki, bu fantastikadır. Həftədə 4 dəfə conversation club, üstünə qrammatik dərslər, üstünə də belə deyim sizə Streamlearn aplikasiyasının sözləri. Bunların hamısı fantastikadır. Əgər bu yaya özəldir, hansı şagird bu yayda belə başlayacaqsa, belə davam edəcəkdir. Qışda bunun qiymətlərində çox böyük dəyişikliklər baş verəcəkdir. Ona görə məndən sizə məsləhət tələsin və bütün belə deyim, müddət boyu davam edəcəkdir bizim bu. Və bir qrupda da cəmi 10 nəfər olacaqdır həmin qruplarda. Polna nə qədər istəyirsiniz ingilis dilində o zaman danışıb ingilis dilinizi inkişaf etdirə bilərsiniz. Bura belə deyim, biz burada belə biraz mühazirə tiplidir. Mən izahı verirəm. Baxırsınız, öyrənirsiniz, sualınız olur, verirsiniz. Burada hələ ki də çox ingilis dili danışmırıq. İngilis dili danışmaqdan üçün çünki hər kəsin bir səviyyəsi vardır. Yəni bu qrupun təyinatı o deyildir. Ümidvaram başa düşə bilirsiniz nə demək istəyirəm.
At first it wasn't easy. İlk başlarda bu asan değildi. At first ifadesine fikir verin əziz dostlar, ilk başlarda. But she managed to find work. Amma o iş tapmağa nail oldu. To manage to find something əziz dostlar. Neysə etməyə nail olmaq. Manage to find something. Neysə etməyə nail olmaq deməkdir əziz dostlar. And she also met the man who became her husband. Və o həmçinin onun həyat yoldaşı olacaq insanla da qarşılaşdı. My grandfather, mənim babamla. My mother was born 4 years later. Mənim anam 4 il sonra dünyaya gəldi. She had a very different childhood. Onun çox fərqli uşaqlığı var idi. She grew up in the city. O şəhərdə dünyaya gəlmişdi. She was allowed to go to parties. Ona partilərə getməyə icazə verilirdi. And when she was in her teens və nə vaxt ki o yeniyetmə yaşlarındaydı, her parents let her stay out late. Onun valideynləri ona icazə verdi ki, gec çöldə qala bilsinlər. Demək, burada maraqlı ifadələr. To be allowed to do something əziz dostlar. Yadda saxlayın, let və allow sözləri hər ikisi də Azərbaycan dilinə icazə vermək kimi tərcümə edilir. Amma let ilə allow'nun əsas qrammatik fərqi nədən ibarətdir? Let biraz informaldır əziz dostlar. Yəni qeyri-formaldır. Məsəl üçün nə demək istəyirəm? I let you go. Mən sənə getməyə icazə verirəm. Amma müdir bizə adətən let eləmir. Müdir bizə nə edir? Allow edir. Daha rəsmi dairələrdə allow istifadə edirik əziz dostlar. Amma necə deyim, daha qeyri-rəsmi olan yerlərdə isə, məsələn, ailə içərisində let-dən istifadə edirik. Bir də allow'nu biz adətən passive voice-da da istifadə edə bilərik. Əgər passive voice-ı kim bilmirsə, biraz qrammatik dərslərə baxmalıdır. Bu da deməkdir passive voice. Passive voice, əziz dostlar, deməli, məhsul növ deməkdir. Məhsul növdə adətən allow istifadə olunur. Amma bu deməkdir ki, allow yalnız məhsul növ üçündür. Allow həm də məlum növ üçündə istifadə oluna bilər, əziz dostlar. Davam edirik. Daha sonra. Deməli, manage to ifadəsinə bir daha qayıdıram. Manage to ilə can'in arasındakı fərq nə deməli? Yaxşı, ingiliscəsində mən manage to da gördüm, can da gördüm. I could find it də deyə bilərəm. I managed to find it də deyə bilərəm. Və bunların arasındakı fərq nə oldu, hocam? Deməli, I could find it nə deməkdir, əziz dostlar? Bu keçmiş zamandadır. Və burada, yəni mən onu tapa bildim. Burada çox effortdan bəhs etmir. Amma I managed to find it nə deməkdir? I managed to find it. Managed to daha çox burada işdə effortun olduğunu, yəni əziyyətin olduğunu göstərir. O demək ki, zulm idi mənim üçün bunu tapmaq, amma tapa bildim, əziz dostlar. Gördüyünüz kimi. Bunlar arasındakı fərqə diqqət edin, əziz dostlar. And when she was 13, demək, her parents let her stay, burada dedik, my mom is the same with me. Anam da mənimlə eyni cür davranır demək istəyir, əziz dostlar. Buradakı ifadələr çox qəşəngdir. Brought up ifadəsinə diqqət edin. Bring up, boya başa çatmaq ifadəsidir. Gündəlik həyatda istifadə oluna bilir. Streak ifadəsi, qatı insan, müəllim üçün istifadə olunur, valideyn üçün istifadə olunur. Daha sonra allow icazə vermək rəsmi formada, let icazə vermək daha qeyri-rəsmi, allow daha çox passivdə istifadə olur. In the end, at first, iki dənə təzad verən sözlərdir. In the end başlanğıcda, yox, əslində in the end sonda, at first isə ilk olaraq mənasını verir, əziz dostlar. Stay out late çöldə daha gec qalmaq mənasını verən bir ifadədir. Burada da mən verdiyim nümunəni veribdir. Deyir ki, let and allow have the same meaning. Let and allow'nun eyni mənası vardır. Let is slightly more informal. Let biraz daha qeyri-formaldır. And allow is often used in the passive. Amma allow tez-tez passivdə istifadə olunur. My dad let me drive his car. Mənim atam maşınını sürməyə icazə verdi. Bura baxaq. I was allowed to drive my dad's car. Mənə atamın maşını sürməyə icazə verildi.
passivdədir. Okay? Passive voice əgər abituriyentdən bilirsinizsə, oradan görəcəksiniz. You are not allowed to smoke in that room. Sənin o otaqda siqaret çəkməyinə icazə verilmir. Gördüyünüz kimi you are not allowed. Sənə icazə verilmir mənasını veribdir. Okay. Bura qədər hər şey aydın oldu əziz dostlar. Kimin bura qədər nəsə bu sözlərdən, ifadələrdən sualı varsa buyursun, əlini qaldırsın, versin. No question? Okay. Then let's move on, my dear friends. Gəlin davam edək əziz dostlar. Romance, marriage and... Əziz dostlar, buranı keçirəm. Bu mövzunu keçirəm. Çünki bu biraz bizim əziz dostlar, düzdür, içərisində həqiqətən də maraqlı ifadələr vardır, amma özünüz evdə təbii baxarsınız, biraz public mövzu deyildir. Deməli, daily routines, gündəlik rutinlər. Gəlin görək gündəlik rutinlərdən nə ola bilər? Sleep, yatma, oh my god, sleep is a very holy activity that I like to do all day. Let's go. During the week, I usually wake up about 7:30 a.m. Deyir, həftə ərzində mən adətən saat 7:30-da oyanıram. Əziz dostlar, burada fikir verməli olduğumuz məsələ nədir? About'un rəqəmin önündə istifadə olunması. Görürsünüz, about rəqəmin önündə istifadə olunsa, deməli, təxminən mənasını verir. Haqqında mənasını vermir. If I don't, my mom wakes me up. Əgər mən oyanmasam, anam məni oyadır. Bir də tapışqa uzaqdan gələndə oyanır. Deməli, I get up... Deməli, I get up a few minutes later. Deməli, wake up-la get up arasındakı fərq. Əziz dostlar, indiyənə kimi bir çoxlarımız bunları eyni şey bilirdik, amma xeyr, bunlar eyni şey deyirlər. Wake up, yuxudan oyanmaqdır. Gözlərinizi açırsınız və ruhunuz bədəninizə yüklənməyə başlayır. 99%, 100% gözlərinizi açdınız, bu oldu wake up. Oyandınız. Okay, əziz dostlar. Bəs get up nədir hocam? Get up isə kravatdan durmağınıza deyilir. Yataqdan durursunuz. Bu get up'dır. Okay? Və yaxud da ayağa durmağa da bəzən get up deyilir. Get up'dır bu əziz dostlar. Stand up, get up. Bu durmaqdır. Yataqdan çıxırsan. Amma ola bilsin ki, deyə bilərsən ki, I wake up in the morning, but I spend a lot of time in the bed because I play with my phone. So I get up after an hour waking up. Deyirəm ki, mən after an hour of waking up, orada o ifadəsi var idi. Deməli, mən deyirsiniz ki, tutaq ki, erkən oyanıram, amma yataqda çox vaxt keçirirəm, telefonumla oynayıram və məhz buna görə də oyandığımdan 1 saat sonra yatağımdan qalxıram. Belə bir ifadədə istifadə edə bilərsiniz. Gördüyünüz kimi, get up-la wake up-ın arasındakı fərq bundan ibarətdir. Əziz dostlar, diqqətli olun. In the evening, I go to bed about 10:30 p.m. Axşamlar deyir, hardasa 10:30-da mən yuxuya gedirəm, yatmağa gedirəm. And usually go to sleep straight away. Və adətən yatmağa gedirəm birbaşa. Deməli, straight away nə deməkdir? Straight away ifadəsi, əziz dostlar, birbaşa pramoy deməkdir, əziz dostlar. Birbaşa mənasını verir. If I have a late night, əgər mənim deyir, have a late night, bu ifadə çox gözəl ifadədir. Əgər deyir, gec yatmışamsa, have a late night, okay. I try to have a sleep in the afternoon when I get home from college. Mən cəhd edirəm ki, günorta kollecdən evə gələndə biraz yatım, okay. Deməli, have a sleep nə deməkdir? Have a late night nə deməkdir? Have a late night, gecə yatmaq və yaxud da have an early night, erkən yatmağa deyilir. Have a sleep isə gündüz vaxtında türklər demiş kestirmək, yəni belə yuxuluyursan, bir dənə desən, gözümün deyir aşığını alım gələm nənələrimiz demiş. Deməli, 1 saat falan yatmağa deyilir, günorta yatmağına deyilir əziz dostlar. Fall asleep, yuxuya getmək mənasını verir, okay. Somebody raise their hands, yes. Smile well. Okay, you can Can we use to take a nap? It's just take a nap. Yes, right? it's more common these days. Yes, I'm taking a nap right now. Don't disturb me. Yes, anime girl. By the way, I liked your profile picture.
Oh, thank you so Okay, much. are you into animes? Are you? Yes, I'm into animes. Oh, really? Okay, that's great. Yeah, What's your name, by the thank you so way? much. My name is Rahima. Rahima, I invite you to my conversation clubs. If you have 3 times, 4 times a week, you will be able to speak to English speakers and sharpen your language skills. If you want, you can contact me. Okay. People talk about animals a lot, but I don't know. I couldn't get the vibe behind those anime art style, you know. Just I cannot understand this anime art style. But one day I will start to watch animes as well. Let's continue because I like Japan. Let's go. Continue. My dear friends, burada ne görürük başka? Have an early night. Ha, bunu dedik. Okay. Food. Yemek barəsində görən nələrimiz vardı? I have coffee and cereal for breakfast. Then have a light lunch. Deməli əziz dostlar, coffee və cereal. Cereal nə deməkdir? Dənli buğdalı bitkilərə deyilir cereal əziz dostlar. Bu nədir? Azərbaycan dilində xüsusi bir şey var. Bu yarma deyirlər, nə deyirlər? Levrek. Bircə saniyə. Cereal. Dənli bitkilər gedibdir. Başqa taxıllı nəsə yarma belə bir bitki şeydir əziz dostlar. Yəni Azərbaycan dilində tam olaraq qarşılığı varmı, yoxmu bilmirəm. Bizim buğda və qarğıdalı buğdası. Buğdası bəli, ola bilər, bəli. Have a light lunch. Deməli, yüngül lunch edirəmdir. Maybe a sandwich. Lunch nədir əziz dostlar? Lunch qəlyan altıdır. Yəni lunchla breakfastın arasındakı fərq nədir? Breakfast'ı yadda saxlayın. Bu səhər yeməyidir breakfast. Okay, you wake up in the morning, it's 8 a.m. and you just have your breakfast. Səhər oyanırsan saat 8-dir və səhər yeməyini yeyirsən. Bəs lunch nədir? Lunch saat 12-də falan yeyilən yemək deyilir. Amma əgər siz mənim kimi tənbəlin yekəsinizsə, o zaman saat belə deyək 12'də 1'də breakfast'ınızı edə bilərsiniz. For example, I just skip my breakfast and I start right from the lunch. Let's continue my dear friends. Sonra burada nə vardır? And a snack in the afternoon. Və snack nədir? Atışdırmalıq deməkdir əziz dostlar. Snack sözünü mən snake deyil ha, qatmayın bunu. İlan yeri yox, bu şeydən də Kambodcadandır. Deməli, snackdir bu, okay? Snake deyil, snake ilan deməkdir, snack atışdırmalıq deməkdir. We have our main meal in the evening. Bizim deyir, axşamlar ana yeməyimiz olur. Main meal ana yemək deməkdir. Mamalarımızın bizə dediyi var, axşama nə pişirib? Bax, o bizim main mealımızdır. Bilirik ki, evdə düzdür, gündüz atışdıracaq bir şey eləyəcək. O main meal hamı tərəfindən yeyiləcək. Kimin də ağzı nədir ki, şikayət eləsin ki, daxlıdır, çıxdı. Allah sən saxla ondan sonra. Deməli, if mom's late home from work, she doesn't bother to cook. We just get a takeaway instead. Burada maraqlı ifadələr vardır, diqqət edin. Birincisi, doesn't bother to cook. Bu bilsiz nə deməkdir? Bu deməkdir ki, o bunu eləyə bilər, o bunu eləyə bilər. Amma baş qoşmur. Yəni fikir vermir, əl qatmır. Deyir ki, əgər anam işdən evə gec gəlibsə, o zaman o yemək bişirməyə heç əl qatmır. Okay, I don't bother even send them congratulation messages. Mən heç onlara təbrik mesajı belə göndərməyə əl qatmıram, belə deyim. We just get a takeaway instead. Bunun əvəzində isə biz deyir, sifariş edir. Takeaway nədir? Yəni take away evdə yediyimiz. Volt. Vururuq əziz dostlar. Gətirirlər evdə yeyirik. One of us has to feed the cat as well. Birimiz pişiyi də həmçinin yemləməlidirlər. Feed yemləmək deməkdir. Okay? Food deyildir və qaydasız feildir. Feed, fed olaraq gedir əziz dostlar. Bu uşaqdır, heyvandır. Bunlar üçün istifadə oluna bilər. Məsələn, feed the cat, feed the baby. Okay?
istifadə oluna bilər. Hər ikisi üçün də diqqətli olun. Sonra davam edirik. Bathroom routines. Vanna otağı rutinləri. I usually have a shower when I get home from college because my sister Rosie and my brother Marcus spend so much time in the bathroom in the morning. Deyir ki, mən adətən duş qəbul edirəm kollecdən evə qayıdanda. Çünki mənim qardaşım Rosie və mənim bacım Rosie və qardaşım Marcus vanna otağında səhərlər çox vaxt keçirirlər. I only have time to have a wash and clean my teeth. Have a wash əlcünü yumaq, belə yumaq mənasını verir. Mənim yalnız deyil, biraz əlcümü yumağa və dişlərimi fırçalamağa vaxtım olur. Before Rosie comes in to put on a bit of makeup. Rosie'nin içəri gəlib biraz makyaj çəkməsindən öncə. Demək, put on makeup, makyaj etmək mənasını verir. Hüseyin, okay, you raised your hand, please. Speak. Hello, I wanted to say just a little about makeup. I wanted to say that you are brushing your teeth or doing something like that, but then your sister comes and says, "Give me 5 minutes, I'll put makeup." You are waiting 1 hour, 1 day, but she doesn't come out, and after that, you see that she put just little. Yes, she looks like a clown. Yes. Yes. That's exactly what my sister You are does. completely right. Unfortunately, when women talk about the time, then the dimension is another dimension. Actually, the time doesn't tick as how to say, as flawlessly as our times. Just when they talk about time, it's another thing. They are not living in our universe. Of course, we also have sisters and mothers. I know that, but just it was a joke. Don't take it serious. Gojo Satoru, please. Teacher, I see word dimension in many games. What it word means? The dimension. Başqa belə deyim, dimension müxtəlif yerlərdə istifadə olunur və deyim belə. Dimension ilk olaraq nə deməkdir? Ölçü deməkdir. Hərfi mənasında istifadə olunanda. Məsəl üçün 3 ölçülü, 3-dimensional şeydən də keçmişsiniz yəqin ki. Amma dimension'ın ikinci mənası daha vardır. Dimension'ın ikinci mənası nədir əziz dostlar? Dimension'ın ikinci mənası universe, kainat, başqa paralel evrən türklər demiş. Okay? Bunun üçün də istifadə olunur dimension. Okay? He is coming from another dimension. O başqa dünyadan bura gəlibdir mənasını verir əziz dostlar. Yox, amma sən istifadə edirsənsə bunu riyazi ölçü vahidi kimi, məsəl üçün sən deyə bilərsən ki, for example, this picture is two-dimensional. Bu şəkil iki ölçülüdür. Bu nə deməkdir? Həm uzunluğu vardır, həm necədir iki ölçülüdə? Uzunluq olur, geniş. Uzunluq bir də nə olur da Allah yadımdan çıxdı. En, bəli. Uzunluğu eni olur, amma genişliyi olmur. 2 ölçülü, 3 ölçülü, uzunluq en, genişlik, üçü də olur. Bu ölçü o barədə də verə bilər və yaxud da kainat, başqa kainat barəsində verə bilər. Okay, Hüseyin, what do you want to talk about? Teacher, I'm sorry I raised my hand second time, but I just wanted to say one thing about Gojo Satoru's thing. I think he watches Jujutsu Kaisen, and there's one phrase. Its name is domain expression. Ah, really? Actually. Yeah, and when he says it, it is just really good power. Ah, really? Okay. Yeah. I haven't watched Yes. yet. Maybe in the future. In the winter, I sometimes have a bath instead of a shower. As you can see, my dear friends, burada nə deyir? Deyir, qışda mən adətən vanna qəbul edirəm əvəzinə. Nə deyirdilər onun adına? Duş əvəzinə. Vanna qəbul etmək. Have a bath. Instead of nədir? Əvəzinə. Instead of gündəlik həyatda da istifadə edə bilərsiniz. Instead of something. I like to lie in the bath and listen to music. Mən xoşlayıram uzanım
vannada və musiqi dinləyim. Listen to music. Diqqət edin. Music is an uncountable noun, so you will not use any article an in front of it. Okay. If you want to use it, just if you want to say that you listen to music only one song, then you will say that I listened a track, for example. Track. They usually use it like a track. Okay. Speak. Burada adın elə yazılıbdı ki, mən bilmirəm, öz adın yadımdan çıxır. Sevinç Həsənov burada olan adı deyirəm. Buyur. Teacher, and I like have a bath yesterday off, but this stuff very expensive. Yes, actually. In Azerbaijan it's a little bit expensive. Okay, having a shave. Əziz dostlar, buna bir dənə diqqət edin. Have a shave nə deməkdir? Təraş olmaq mənasını verir. Put on makeup nə deməkdir? Makyaj etmək mənasını verir. Okay, it's the last one. Housework, ev işləri. Gələcək buradan hansı ifadələr öyrənirik. Fortunately, we have got a cleaner who does a lot of housework and that includes doing my washing. Deyir, xoşbəxtlikdən bizim təmizləyicimiz burada nə deməkdir? Cleaner, yəni xadimə, evdə kömək edən. Xadiməmiz vardır, hansı ki, çoxlu ev təmizliyini edir, yəni ev işlərini görür və buna daxildir mənim paltarlarımı yumaq. Do washing, əziz dostlar. İzaha burada diqqət edin. Washing my clothes, okay? Paltarları yumaq mənasını verir. Do washing. Çünki fərqli buna bənzər fərqli ifadələr də mövcuddur. But I still have to make my bed and do some of my ironing. Deyir, amma deyir, mən hələ də yatağımı yığışdırmalıyam. Make somebody's bed. Yatağı yığışdırmaq. And do ironing. Və deməli, öz ütülərimdən bəzilərini etməliyəm. And I sometimes do the shopping with mom. Və bəzən mən anamla birlikdə shopping edirəm. Əziz dostlar, bir dənə bura diqqət edin. Do the shopping ifadəsi vardır, bir də go shopping ifadəsi vardır. Bunlar arasındakı fərq nədən ibarətdir? Do the shopping ifadəsi o deməkdir ki, əziz dostlar, siz produkt alırsınız evə. Okay. For example, let's say that you go to the supermarket and buy something for the breakfast, then it will be called as doing the shopping. Deyək ki, siz alışverişə gedirsiniz və səhər yeməyinə bir şey alırsınız. Buna do the shopping deyəcəyik dostlar. But let's imagine that you have additional money and you want to spend it. You want to buy some clothes, you want to buy some electronic devices or something, and you say to your friend that let's go shopping. It means that you will spend your money for the things that are not necessary for you. Amma əgər siz go shopping deyirsinizsə, o zaman o demək ki, sizin pulunuz var, əziz dostlar. Sizdə əlavə pul vardır və siz dostunuza deyirsiniz ki, siz buradan elektronik əşya ala bilərsiniz, texnologiya ala bilərsiniz və yaxud da paltar ala bilərsiniz. Dostunuza deyirsiniz ki, gəl shoppingə gedək. Let's go shopping. It means that bu o deməkdir ki, bu şeylər sizdə indi bir dəqiqə həyatı vacib olmayan şeylərdir. Yəni, yiyələsi şeylər yox. Paltar alacaqsa ya nəsə hər hansı bir şey eləyəcəksə. When we do shopping, we buy food at the supermarket. When we go shopping, it is a leisure activity and we perhaps buy clothes, DVDs, books, etc. Burada da izah veribdir. Biz do the shopping eləyəndə bu supermarketdən yemək alırıq, əziz dostlar. Amma go shopping edəndə isə bu asudə məşğələdir. Leisure asudə deməkdir. And we perhaps biz ola bilsin ki, paltar alırıq, DVD alırıq, kitab alırıq və s. alırıq. Spare time. Spare time nə deməkdir? Spare time sözünün mənası boş vaxt deməkdir, əziz dostlar. Spare time. On weekdays, I usually stay in and watch TV in the evening. Deyir ki, həftə içi, weekday həftə içi deməkdir, əziz dostlar. Həftə içi mən adətən evdə qalıram. Stay in nə deməkdir? Evdə qalmaq deməkdir, əziz dostlar. And watch TV in the evening. Və axşam televizor izləyirəm. At the weekend, həftə sonu, I go out quite a lot with my friends. Və deyir ki, həftə sonu mən olduqca tez-tez dostlarımla çölə çıxıram. Either to the cinema or just to a cafe. Ya either or ifadəsidir burası dostlar. Ya da deməkdir. Ya sinemaya ya da kafeye.
And I eat out once a week. Və mən həftədə bir dəfə çöldə yemək yeyirəm. Sometimes friends come round and we chat about clothes, music and college. Bəzən dostlarım gəlir və come out nə demək? Come round nə deməkdir əziz dostlar? Ziyarət edirlər məni deməkdir. Yəni bəzən dostlarım məni ziyarət edirlər və biz paltarlar, musiqi və kollec haqqında danışırıq əziz dostlar və verişimizin sadiq qonaqları. I hope these two units were very beneficial for you, just useful for you. Okay, if somebody has some questions, please don't shy away. You can ask your questions, and if you don't, just I will make my announcement and we are going to close the lesson. Nobody? Okay. Əziz dostlar, bir daha xatırladıram. Bizim Conversation Clublarımız işə salınıbdır artıq. Hal-hazırda iş dərsimiz böyük ehtimal bir neçə gün ərzində başlayacaqdır. Orada yalnız ingiliscəsində danışacaqsınız. Conversation Clublarımızın içərisində bizim dinlələrimiz mövcuddur. Siz həftədə 4 dəfə dərslərə qoşulacaqsınız. İngiliscəsində danışacaqsınız. Həmin 4 dəfə dərslərin üzərinə sizə Streamlearn aplikasiyasının açar təqdim olunacaqdır. Həmin açarda girəndə siz hər gün artan qrammatik dərsləri görəcəksiniz və hər gün oraya yeni dərslər çəkib əlavə edirəm əziz dostlar. Üzərinə də sözlər öyrənmək üçün olan həmin alqoritmdə yenə həmin açar vasitəsilə çatacaqsınız. Burada gördüyünüz bütün sözləri, öyrəndiyiniz bütün ifadələri oradan məşq edə biləcəksiniz. Maraqlananlar əlaqə saxlasınlar. Okay, my dear friends, my final warning. If you don't have any question to ask, I'm closing the lesson. Okay, see you next time then, my dears. See you next time. Bye-bye. Take care of yourselves, okay? Goodbye, teacher. Good day. See ya. Goodbye. Goodbye, everybody. Teacher. Goodbye.